Yanvarın 21-də Xankəndi şəhərinə köç baş tutacaq. Bu dəfə müxtəlif yerlərdə məskunlaşmış və çətin şəraitdə yaşayan məcburi köçkünlərin bir qismi Xankəndiyə köçürüləcək. Qeyd edək ki, dekabrın 20-sində Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç həyata keçirilib. Həmin köç çərçivəsində bir sıra ailələr yeni mənzillərə yerləşdirilmiş, onların sosial məişət şəraiti yaxşılaşdırılmışdır. İkinci mərhələdə isə daha geniş əhali qrupu köçürüləcək və bu prosesin yaxın günlərdə də davam etdirilməsi planlaşdırılır. Məcburi köçkülərin təşkili həmçinin sosial infrastrukturun və yaşayış yerlərinin yenidən qurulması ilə bağlı tədbirləri əhatə edir və dövlət qurumları köçkünlərin rahat və təhlükəsiz şəkildə yeni yerlərə yerləşdirilməsi üçün bütün zəruri hazırlıqları görüb. Xankəndiyə köç prosesinin davam etdirilməsi həm regionda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, həm də məcburi köçkünlərin həyat şəraitinin sabitləşdirilməsinə mühüm töhfə verəcək. Dövlət qurumları həmçinin köç prosesinin şəffaf və planlı şəkildə aparılmasını təmin etmək üçün əlavə monitorinq və nəzarət tədbirləri həyata keçirir.